Artıq Ramazan ayının sonuna yaxınlaşırıq. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, əməllər sonluqlarına görədir. Yəni, hər bir ömrün, əməlin qiymətləndirilməsində sonluqlar əsas rol oynayır. Ramazan ayını böyük şövq ilə, çoxlu salih ibadətlərlə, əməllərlə başlamışdınsa, sona yaxın rahatlanıb, boşalıb ibadətlərini axsatma. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin sahabəsi Əbu Musa el-Əşari vəfatından öncə ibadətlərinin sayını çoxaltmış, ona bəlkə özünə biraz yumşaq davranasan deyə buyurulduqda, o atlar cığırın sonuna yaxınlaşdıqda bütün güclərini səfərbər edərlər deyə cavab vermişdir. Elə isə atlar səndən daha dərakəli, daha zəkalı olmasın deyə buyururlar alimlərimiz. Çünki əməllər sonluqlarına görədir. Bu hədisdə insanı sevindirən, ümid verən bir məqam da var. Əgər müxtəlif səbəblərdən Ramazan ayında ürəyincə ibadət edə bilməmisənsə, gec deyil. Ramazan adlı qonağı qarşılamağın gözəl olmamışsa, heç olmasa yola salmağın gözəl olsun. Başlanğıclar natamam olsa belə nəzərə alınan sonluqlardır. Qalan günlərdə əməlini gözəlləşdir ki, keçmişin bağışlansın deyə Həsən el-Basri buyurmuşdur.